və B bucaqları uyğun tərəfləri paralel olan bucaqlar olarsa, x-in ala biləcəyi qiymətlərin fərqini tapın. Birinci halda uyğun tərəfləri paralel olan bucaqlar eyni növlü olarsa, məsəl üçün ikisi də iti ya da ikisi də kör bucaq olarsa, onlar bərabər olmalıdır. Deməli, bu halda yazarıq. Bucaq A bərabərdir bucaq B. Həll etsək, x üstəgəlsin 24 dərəcə bərabər olmalıdır. 7x çıxılsın 12 dərəcə. Buradan alarıq 7x çıxılsın x bərabərdir 24 üstəgəlsin 12 və 6x bərabərdir 36 dərəcə, x də bərabərdir 6 dərəcə alarıq. İkinci halda isə əgər bucaqlar müxtəlif növlüdürsə, onda onların cəmi 180 dərəcə eləməlidir. Yəni bucaq A üstəgəlsin bucaq B bərabərdir 180 dərəcəyə. X üstəgəl 24 dərəcə üstəgəlinsin 7x çıxılsın 12 dərəcə bərabər olmalıdır 180-ə. Bu halda tənliyimizi həll edək. 8x üstəgəlinsin 24-dən 12-ni çıxsaq 12 dərəcə bərabərdir 180. 8x bərabərdir 180-dən 12-ni çıxsaq 168. X də bərabərdir 21 dərəcə. Bizdən bu bucaqların fərqini istəyir. 21 ilə 6-nın fərqi 15.